Qəza törədən şəxsin avtomobili içkili idarə etdiyi sübut olunsa, sığorta ödəniş edirmi? Bu proses necə tənzimlənir? İcbari sığortaya münasibətdə baş vermiş hadisə zamanı zərər vuran şəxsin alkoqollu olub-olmamasından asılı olmayaraq zərər çəkənə həmin zərər ödənişi ödənilir. Yəni siz zərər çəkən şəxssinizsə, qarşı tərəf alkoqolun təsirində avtomobil idarə edibsə, yəni burada sizin bir təqsiriniz yoxdur. Sizə zərər vurulubdur. Burada siz zərər ödənişini alırsınız. Lakin daha sonra sığorta şirkəti burada subrogasiya hüququndan istifadə edərək zərər vuran şəxsdən həmin ödənilmiş məbləğ həcmində subrogasiya qaydasında həmin məbləği alma hüququ var. Yəni bir növ sığorta şirkəti ödənişi edir, lakin alkoqol qəbul etmiş və avtomobili idarə etmiş şəxs ki var və o nəticə etibarilə zərər vuran şəxsdir, ona münasibətdə ödədiyi məbləği geri almış olur. Bu kasko sığortasına münasibətdə isə fərqlidir burada. Bu halda, bu vəziyyətdə avtomobil idarə edib yol nəqliyyat hadisəsi törədərsinizsə və kasko sığorta müqaviləniz mövcud olarsa, sığorta şirkəti bu hadisəyə görə imtina etmək hüququna malikdir və imtina da edəcək.